11-ci siniflərin blok imtahanı üçün növbəti suala baxırıq. ABCD düzbucaqlı trapesiyasının daxilinə çevrə çəkilmişdir. Görürsünüz artıq şəkli. AB perpendikulyardır AD-yə. Aha, qeyd olunub. Bizə bir növ göstərək, yəni həmin xətləri. AB perpendikulyardır AD-yə, AC bərabərdir CD-yə və BC bərabər 3 verir bizə. Verilənləri qeyd edək. Burada BC-ni 3 yazıram. Bir də burada 90 dərəcə var. Onu da qeyd edək. Deməli, BC bərabər 3-dür, AC bərabər CD. AC bərabər CD olarsa, burada bir ACD bərabər yanlı üçbucağını görürük. Və mən buradakı AB tərəfinə paralel olaraq bir dənə hündür yendirəm yuxarıdan aşağı. C-dən deyək ki, oturacaq AD-yə doğru və burada bir 90 dərəcə yaradacaq hündürlük. Burada BC əgər 3-dürsə, uyğun olaraq, məsələn, K nöqtəsi qeyd edirəm, AK da 3 olacaq və bu bərabər yanlı üçbucağın hündürlüyü olduğuna görə eyni zamanda KD də 3 olacaq. Çünki nə demişdik? Yəni, üçbucaq ən azı bərabər yanlı üçbucaq olarsa, oturacağa endirilmiş hündürlük həm mediandır, həm tənböləndir, həm də hündürlükdür. Ona görə KD də burada 3 olacaq və əgər 3 olacaqsa, bizdən trapesiyanın perimetrini istəyir. Burada artıq trapesiyanın, yəni tək trapesiyada yox, istənilən dördbucaq üçün bu qayda keçərlidir ki, əgər dördbucaqlının daxilinə çevrə çəkmək mümkündürsə, onda bu dördbucaqlının qarşı tərəflərinin cəmləri bir-birinə bərabərdir. Yəni, hal-hazırda qarşı tərəfin cəmləri 3 burada, 6 burada, 9-dur. Yəni, onda burada AB üzərinə gəlirəm CD bərabər olacaq 9. Yəni 2 dənə 9 burada 18 eləyəcək. Perimetri bunun 18 santimetrdir 4-cü sualda.